Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün başlıqdan görürsünüz, məktəb alış-verişi yazmışam yenidən. Amma bu məktəb alış-verişi Mehrin üçün edilmiş məktəb alış-verişidir. Bilirsiniz ki, Mehrin artıq bağça ilə vidalaşır və inşallah ki, oktyabrın 1-dən məktəbə qədər hazırlıq qruplarında artıq yəni ki, məktəbə gedəcək. İnşallah sağlıq olsun. Onunla bağlı olaraq Mehrinə biraz alış-veriş etmişəm qızlar. İlk öncə bununla başlayayım. Mən Marina uşaq mağazasını çox sevirəm qızlar. Həmişə mütəmadi olaraq Qarayevdə yerləşən filialından alış-veriş eləyirəm. Oranın geyim tərzi mənim çox xoşuma gəlir. İstədiyim geyimləri demək olar ki, orada tapa bilirəm. Yəni artıq Mehrinə nə yalan deyim, mütəmadi olaraq sırf qız uşağıdır deyə, yəni çəhrayı tonlar, bənövşəyi tonlar geyindirmək istəmirəm. Çalışıram ki, monofrom rənglərdən istifadə edeyim. Bu deməli Mehrinin ayaqqabısıdır. Payızlıq ayaqqabı almışam ona. Gördüyünüz kimi krem rəng və biraz bu rəngdə hardasa yəni qəhvənin tam açıq tonudur. Yəni bax belə rənglər artıq daha çox xoşuma gəlir. Bunun qiyməti 37 manat 40 qəpik idi qızlar. Ölçü olaraq 31 ölçü götürmüşəm. Mehrin ayağı çox tez böyüyür. Deməli bu ayaqqabısı keçən ildən bu ilə ayaqqabısı qalmamışdı Mehrinin. Yəni tez böyüdüyünə görə. Uğur məsəl üçün geyinir, amma Mehrin nə yalan deyim, geyinmir. Bilmirəm niyə, amma boyu da tez uzanır. Boynun uzanmağı təbii ki, yaxşıdır, amma ayağının ölçüsü də mütəmadi olaraq dəyişir. Deməli qızlar, bir dənə də belə üçlü dəst aldım. Deməli bu şalvarıdır. Belə cibli şalvardır, adi şalvardır. Yəni şalvar deyirəm, amma kapridir. Yəni ki, ayaq hissəsi, balağı belə, yəni topuqdan biraz yuxarıdadır. Daha sonra belə bir köynəyi var. Yaxası belə, qol hissələri də belədir, manjeti və qabağı da düymələnir. Belə bir köynəkdir. Bu isə köynəyin üstündən belə bir jilet deyim də, yəni jiletidir. Düzdür, biraz qırışdı, tam belə adam başa düşmür. Çünki təzə belə deyim, ölçü açdırmışdım. Yəni ütlənib asılqana asılan, yəni bu şəkildə görsənmirdi. İndi mən də inşallah bunları ütüləyib geyindirəcəm. Amma ilk gün üçün qızlar bu dəsti geyindirməyəcəm inşallah. İlk gün üçün bunu nəzərdə tutmamışam. Mehrinin bir göy rəng ətəyi var. Onunla bunu geyindirəcəm inşallah. Yəni deyirəm ki, biraz məktəbli formasında olsun. Elə istəyirəm. Deməli bu dəsti də üçü bir yerdə 50 manata aldım qızlar. İndi tədricən də məktəbə başlasın, inşallah tədricən yenə də paltarlar almalıyam. Yəni belə deyək də, neçə ki bağçaya gedirdi, bağçada belə deyək, sport geyimlərlə, biraz ev tərzi geyimlərlə yola vermək olurdu. Amma düşünürəm ki, məktəbə yəni o tərz geyindirmək mümkün olmayacaq. Təbii ki, lap belə məktəbli kimi də geyindirməyəcəm, amma yəni biraz düşünürəm ki, artıq səliqəli formada, daha yəni belə deyək də, ruslar deməli, solidli formada geyinməyə daha məsləhət uyğun olar. Deməli, bu bir dəsti ayaqqabısını göstərdim. Daha sonra Mehrinə belə bir daraq almışam qızlar. Özü seçib, özü bəyənərək seçdi, aldı. Belə bir daraqdır. Bu hissəsini möhkəm yapışdırıblar. Buraları da belə. Daraqları var idi, amma o daraqların belə deyək də, bu hissəsi çox balaca idi. Yəni balaca daraqları idi. O da Mehrinin saçını tutmur. Mehrinin saçı çox gördü. Maşallah yaxşı, yəni saçları var, uzundur, gördü. Ona görə bir dənə belə böyük ölçü daraq aldım. Bunun qiyməti isə 5 manat 60 qəpik idi. Bunu da Qarayevdə Buta Univermaq deyilən bir mağaza var, oradan almışdım. Daraq yəni bizim üçün şərt idi də, yəni şərtə çevrilmişdi belə deyək. Burada isə xırdapara əşyalarıdır. Bir dənə belə kapron tərzdə olan kalqotka aldım. Bir dənə belə qalınını aldım. Hələ ki, oktyabr ayını düşünürəm ki, biraz bizə ağ kalqotka lazım olacaq. Yəqin ki, üzü qışa doğru şalvar falan geyindirəndə artıq ehtiyac olmayacaq. Sonra belə 3 dənə evdə geyinməklik corablar götürdüm. Mən ümumiyyətlə mağazaya girəndə biraz coraba meyilliyəm. Lazım oldu, olmadı, alıram qızlar corab. Ona görə də uşaqların corabları yığılır. Sonra 2 ədəd belə mayka aldım. Artıq Mehrinə mayka geyindirirəm. Bugünə qədər body geyindirirdim. Əslində, yəni 5-6 yaşa uyğun body tapsam, yenə də body geyindirərəm. Çünki o daha belə düşünürəm ki, uşağı isti tutur. Amma tapa bilmədim. 2 ədəd belə ağ rəng mayka aldım. Bir də belə Marinadan belə bir pijama dəstə almışam qızlar. Bunun da qiyməti 14 manat idi. Bu şalvarıdır.
belə bir şalvarı var. Belə üstündə gilas şəkilləri falan. Bu şalvarıdır. Bu da uzun qoldu da. Bu da koftasıdır. Keyfiyyəti çox gözəldir. Yəni paltar materialını çox bəyəndim. Yumşaqdır, qəşəngdir. Qiyməti də yaxşı, münasib idi. 1 yaş razmerindən əslində belə deyək 120-dir Mehrinin razmeri, amma mən 130 götürdüm. Biraz böyük götürmüşəm. Deməli bu pijama dəsti. Onun məktəblə əlaqəsi yox idi, amma ehtiyacı var idi. Daha sonra məktəbə 2 dənə belə başa taxmaq üçün bantik aldım. İlk günlər üçün taxacağam, istifadə edəcəm. Amma qızlar, açığı deyim, mən neçə vaxtdır, bilmirəm sizdə də elədir yoxsa yox. Yəni ki, belə deyim də, günümün böyük hissəsini mən şəhərdə keçirdirəm, işə gedirəm və ya da başqa yerlərdə olurum. Amma mən uzun müddətdir ki, Mehrinə normal istədiyim tərzdə baş aksesuarları tapa bilmirəm Bakıdan. Çox qəribə bir şeydir. Ona görə fikirləşirəm ki, Temuda bir neçə dənəsini bəyənmişəm. Keçən səfər də yadınızdadırsa, belə sarı rəng çiçəklər sifariş etmişdim. Qiyməti də çox münasib olur. Düşünürəm ki, bir müddət sonra elələrində sifariş verərəm, məktəbə mütəmadi taxar. Sonra bir də belə içində neçə dənədir bilmirəm, amma 1 manat 50 qəpiyə belə ağ rəng rezinlər aldım. Yaxşı belə qutusu da var, elə bu qutuda da saxlayaram. Bir dənə də belə 50 qəpiyə topuz üçün setka almışam qızlar. Bilirsiniz ki, Mehrin gimnastika ilə məşğuldur. Gimnastikaya gedəndə inşallah yəni topuzuna vurmaq üçün nəzərdə tutmuşam. Belə bu Mehrinin paltar alış-verişi idi. Deməli qızlar, paltar alış-verişini bölüşdüm sizinlə. İndi isə keçək məktəb ləvazimatları alış-verişimizə, görək nələr almışam. Deməli birinci bunlarla başlamaq istəyirəm, yaxalıqlarla. Uğura almışdım o vaxtı bir başqa cürəsini, amma itirmişik, hara qoyduq, tapa bilmədik ya da düşünürəm ki, bəlkə də öz məktəbdə salıb itirib, bilmirəm. Keçən səfər 27 sentyabr anım günü münasibəti ilə müəlliməsi demişdi ki, kimdəsə varsa, yəni yaxalıq taxa bilərlər. Təəssüf mən tapa bilmədim, arxayın olmuşdum ki, evdə var. Ona görə bu səfər Mehrinə alış-veriş eləyəndə ilk olaraq siyahıya bunları yazmışdım. Bunu Uğura nəzərdə tutmuşam, yəni burası göy rəngdir deyə. Bunu isə Mehrinə nəzərdə tutmuşam. Mehrində bayraq var, Uğurda isə xarı bülbül var. Bunların qiyməti səhv eləmirəmsə 1 manat 40 qəpik idi qızlar. Yenə də alış-verişimi Qaraqarayevdə Bookshop mağazasından eləmişəm. Sonra Mehrinə hərəsindən hərəsindən 5 dənə olmaq şərti ilə 10 dənə 12 vərəqli dəftər aldım. Həm belə rus dili üçün, həm də belə riyaziyyat üçün. Bunların da ədədi səhv eləmirəmsə 12 qəpik idi. Səhv eləmirəmsə o qiymətə idi. Daha sonra belə bir karandaş dəstə aldım, 18 ədədlidir. Bunu neçəyə almışdım? Bunu da almışam 3 manat 80 qəpiyə. Yəni o mağazanın ən çox sevdiyim xüsusiyyəti nədir? Bundan da ucuz markalar var. Məsəl üçün bu da var. Bundan qat-qat bahalı markalar da var. Yəni rəssamlıq üçün də nə istəyirsinizsə o mağazadan tapmaq olar. Yəni hər büdcəyə uyğundur. Mən belə deyim, orta qiyməti götürmüşəm. Açığı çox da bahalıya niyə bənd olmadım qızlar? Çünki yəni uşaqlar da, yəni onsuz da elə istifadə edirlər ki, il ərzində yenidən dəyişəsi oluruq. Belə 18 dənə rəngi var. Yaxşıdır. Yəqin ki, ümumiyyətlə bu Yalong markası pis deyil, yəni sadə qələmlərini də istifadə eləmişik. Razı qalmışam. Qiymətdə də dediyim kimi münasibdir. Hələlik işlədər, sonra lazım olduqca yenə də alarıq. Deməli qızlar, sizə keçən səfər demişdim ki, mən uşaqların belə deyim də məktəb ləvazimatlarını alarkən cizgi film qəhrəmanı falan belə şeylər sevmirəm. Amma açığı Mehrinə bu səfər belə bir ponili stikerlər almışam. Bunu niyə almışam? Çünki hələ ki məktəbə qədər yəni təhsildir, tam belə 1-ci sinif deyil. İnşallah ki 1-ci sinifdə tamamilə başqa stikerlər alacağam. Yəni adını falan yazmaq üçün. Həm də niyə belə aldım? Ona görə ki, hələ ki oxumağı bacarmırlar da uşaqlar. Yəni ən azı bu stikerlərdən seçsin ki, məsəl üçün bu kitab Mehrinindir, bu dəftər Mehrinindir. Ən azı stikerlərdən seçə bilsin deyə belə bir stikerlər aldım. Bunun da bir ədədi 30 qəpik idi. Elə axırıncı 4-5 dənə qalmışdı. 3 dənəsini götürdüm. Düşünürəm ki, 3 dənə bəs eləyəcək. Sonra belə üzlər aldım. Bunları uğur almışam. Keçən səfər yadınızdadırsa gündəliyini, bəzi kitablarını üzlədik, amma bəziləri qaldı. Bunları uğura nəzərdə tutmuşam. 6 dənə aldım. Bunun da bir ədədi 30 qəpikdir. Belə paçkada da satırlar, amma paçkada almağa ehtiyac görmədim. Sonra belə plastilin aldım Mehrinə. 5 manat 70 qəpiyə. İçində də 18 dənə rəngi var. Belə bir dənə də bıçağı var. Düşünürəm ki, hələ ki bəs eləyər. Sonra lazım olduqca yenə də alarıq. Lap böyükləri də var idi. Hətta 32 rəngə qədər olanı da var idi. Amma 18 dənə bəsdir. Bunu Uğur özü üçün aldı. İngilis dilindən lüğət dəftəridir. Sadəcə olaraq fikir verməmişəm. Düzdür, yazıb ingilis və rus dilləri üçün.
Amma sonra baxdım, gördüm ki, sırf rus dili ilə olanlar da var. Əslində biraz belə məntiqsizdir. Bura rus, ingilis dilləri yazılıbdı. Burada da biraz fərqli yazılıbdı. Yoxsa başa düşmədim. Hə, üstündə yazıb ingilis və rus dili üçündür. Amma burada məsəl üçün drobla verib dərs, mövzu, tema, yəni transkripsiya falan. Hə. Yəni bəlli oldu. Azərbaycan yəni bölmələri də istifadə edə bilər. Amma üstünə belə yazılıbdı. Uğur seçib gətirmişdi. Bunun da qiyməti 1 manat 80 qəpikdir. O mağazada ən çox sevdiyim nədir qızlar? Məsəl üçün baxın, qiyməti 2 manat yazıb, düzdürmü? Amma burada özləri qiymət qoyublar 1 manat 80 qəpik. Yəni bunu normalda hansı mağazaya getsəz 2 manata və üstü qiymətə tapa bilərsiniz. Yəni bəzi mağazalar bilirəm ki var. Baxırsan ki, arxada məsələn 2 manat, 4 manat, 5 manat yazıb hansısa bir kitaba, amma baxırsan ki, bir 50 qəpik, 1 manat bahasına satırlar. Yəni özümün də rastıma çıxıb soruşmuşam ki, arxasında belə yazır. Yəni çox belə kobudiyana cavab veriblər ki, yəni istəyirsən al, istəyirsən alma, biz bu qiymətə satırıq. Bəzən olub almamışam, bəzən olub məcbur yalnız orada tapmışam deyə almışam, amma Bookshop'un ən çox sevdiyim xüsusiyyəti budur. Yəni belə deyək də, məhsulun sahibi 2 manat qiymət qoymuş olsa da belə, o yəni öz qiymətini qoyur. Düzdür? Yəni böyük bir böyük də yəni fərqi yoxdur, aşağı qiymət deyil, 1 manat 80 qəpikdir, amma 20 qəpik də olsa ucuzuna qoyur. Yəni kitablarda da bu belədir. Yəni normalda məsəl üçün tutam Əli və Ninodan kitab alıram. Yəni konkret olaraq qiyməti 9 manatdırsa 9 manata alıram. Amma Bookshopda bəzən olur ki, 9 manatlıq kitabı 8 manata, 8 manat 50 qəpiyə də alan vaxtlarım olub. Belə. Sonra belə rəngli kağızlar aldım, amma içində karton da var. Deməli, 8 dənə kartondur, rəngli karton, 12 dənə də vərəqdir. Bunun da qiyməti 1 manat 45 qəpik idi. Belə içində də əsas rənglər var. Hələ ki bunu da istifadə edir. Əslində müəlliməmiz bir valideyn qrupu açıb, yəni sinif üçün bir qrup açıb və orada keçən səfər paylaşmışdı ki, dedi ki, bəlkə ola bilsin ki, albom, sonra rəngli kağız, yapışqan, müəyyən, yəni bəzi ləvazimatları Nazirlik sizə hədiyyə kimi göndərdi. Amma mən aldım, eybi yoxdur, yəni lazım olar istifadə edərik. Sonra belə 1 manat 50 qəpiyə kağız qayçısı aldım. Yəni mütləqdir ki, istifadə edəcəklər. Rəngləri də belə özü seçdi. Mehrin özündə aparmışdım alış-verişə. Sonra belə karandaşı yonan aldım. Bunun qiymətini neçəyə idi bilmirəm. Səhv eləmirəmsə 1 manat 80 qəpik idi, belə qiyməti olardı. Sonra bir dənə də belə çantası üçün burlok aldım Mehrinin 1 manat 30 qəpiyə. Mehrinə çanta almadım qızlar. Hələ ki almağı fikirləşmirəm. Keçən il bacım yeni ildə Mehrinə bir çanta almışdı. O çantanı bağçaya da götürdü. İndi elə, yəni praktikdir də, yəni hər şeyə istifadə eləmək olar. Hələ ki deyirəm onunla idarə eləyək. Sonra lazım olarsa il ortasında başqa bir çanta alaram. Yəni ehtiyac görmədim. Məsəl üçün görürsüz penal filan belə şeylər almamışam. Çünki evdə var, azdan çoxdan müəyyən şeylər var. Ona görə onlara pul vermək istəmədim. Yəni əsas alış-verişi saxlayıram 1-ci sinifə inşallah. Bu burlokdan əslində Uğurda da var. Çox yaxşıdır, bunu yəni bəyənərək istifadə edirik. Bura uşağın adı yazılır, bura mobil telefon yazılır, indi ya ananın ya atanın. Burada məktəb və sinif yazılır, burada şəkil yapışdırmaq olar. Elə Mehrinin balaca şəkli var, inşallah ki yapışdıracağam. Bir dənə də belə bir burluq götürdük qızlar. Mehrinin çantasının bir hissəsi, yəni balaca gözü olan hissəsində açılıb bağlanan yerində biraz problem var. Bunu oradan asacağam ki, rahatlıqla açıb bağlaya bilsin. Bunu onun üçün almışam. Bunu da desəm 1 manat 30 qəpiyə aldı. Sonra Mehrin 1 manat 50 qəpiyə bu cür bir skoçlar alıb, maraqlı skoçlardır. Üzərində belə multiklərin, nə bilim, multik personajlarının şəkilləri var. Bu məsəl üçün ponidir. Sonra unicorn, yox bu ponidir, bu deyəsən unicorndur. Nəsə belə fərqli tərzdə olan 6 ədəd skoçdur. Mehrin əl işləri düzəltməyi sevir. Ona görə də qiyməti də yaxşıdır. Yəni 6 dənəyə görə 1 manat 50 qəpik əla qiymətdir. Son olaraq da bunu göstərim. 2 manat 50 qəpiyə 40 vərəqli şəkil albomu aldım. Rəsm albomu, üzr istəyirəm, rəsm albomu aldım. Müəllimə siyahı da demişdi. Hələ ki flomaster falan belə şeylər deməmişdi. Ona görə elə şeylər almadım. Daha sonra sadə qələmdir var, sonra qələmlər var. Pozan keçən səfər almışdım. Yəni ki, müəyyən şeyləri var. İnşallah çantasını da sizinlə bir yerdə yığacağıq. Yəni penal falan müəyyən şeylər var. Onları siyahıya baxmışdım, gördüm, yəni ehtiyac yoxdur. Artıq onları almamışam. Qovluq var idi məsəl üçün, Uğurdan qalıb. Yəni onu qoyacağam hələ ki. Yəni bu rəngli kağızları zadı qoymaq üçün. Belə, bu da Mehrinin məktəb alış-verişidir qızlar. İnşallah bir neçə müddətdən sonra
artıq yəni az bir müddət qalıb da, yəni bağçanı saxlayırıq və inşallah ki, məktəbə başlayır. Bu il məktəbə qədər hazırlığa başlayan bütün uşaqları təbrik edirəm, bütün valideynləri təbrik edirəm. Bu həyəcanlı yolda hamımıza uğurlar diləyirəm. İnşallah ki, övladlarımız da bizim belə deyim, üzümüzü qara çıxartmazlar, bu mərhələdən yaxşı keçərlər. Bilirsiniz ki, rus bölməsinin uşaqları 1 il hazırlığa gedirlər, daha sonra imtahan verirlər və o imtahanın nəticəsində artıq 1-ci sinifə qəbul həyata keçirilir. Amma bir şey də deyim ki, qızlar, mən Mehrini rus bölməsinə qoyuram hazırlığa. Amma yəni biz qeydiyyatdan keçəndən sonra bilirsiniz ki, mən Azərbaycan Dillər Universitetində işləyirəm və ətrafımda daimi dilçilərlə ünsiyyətdə oluram və yəni artıq biz bilirik də tələbə planının verilməyidir, filandır, rus bölməsinə keçən nə qədər qəbul olub, bu il nə qədər qəbul olub. Biraz il-ildən azalma var. Açığı iş yoldaşlarım mənə məsləhət gördülər ki, rus bölməsinə vermə. Amma mən düşünürəm ki, eyb yoxdur. Hələ ki hazırlığa getsin, həm görək nəticəsi nə olur. Amma nə yalan deyim, hələ ki %80% fikirləşirəm ki, Mehrini Azərbaycan bölməsinə verərəm. Amma eyb yoxdur. Yəni onsuz da Azərbaycan bölməsinə qəbul olmaq üçün imtahan yoxdur. Amma yəni hələ ki rus bölməsinə getsin. İnşallah bu ilin sonunda tam yekun olaraq qərar verəcək ki, Mehrin rus bölməsindəmi yoxsa Azərbaycan bölməsindəmi təhsil alacaq. Yəni bu hələ ki bəlli deyil. Yəni bu barədə biraz qərarsızlığımız var. İnşallah ki hər şey istədiyimiz kimi olar. Tək özüm üçün demirəm, bütün valideynlər üçün deyirəm. Çətin keçmə-keçli günləri başlayır uşaqların. Bir daha bu yollarda uşaqlara uğurlar arzulayıram.